Əkrəm Əylisli təmiz mahnı hekayə. Neçə illər idi ki, Qulu dünyanın Düzarxı adlı bir kəndindən bu balaca şəhərə gəlmişdi. Neçə illər idi ki, Qulu şofer idi, maşın sürürdü. Evindən, ailəsindən, bir cüt gül balasından başqa bu dünyada Qulunun bir xoş sifəti də vardı, bir şirin dili də vardı. Bir də bir mahnısı, 4 sətirlik xırdaca mahnı özü qoşmuşdu. Neçə illər idi ki, qoşmuşdu, neçə illər idi ki, oxuyurdu. Düz arxından Kotan arxa xeyli uzun yoldur, yaralı ceyran. Ya dərdimə bir çarə qıl, ya da məni öldür, yaralı ceyran. Qulu deyirdi ki, şofer olan kəs dünyada gərək 3 şeyi təmiz saxlasın. Maşınını, ürəyini, adını. Qulunun təmiz adına, təmiz ürəyinə söz yox idi. Onun neçə illərdən bəri işlətdiyi Qaz 69-nu da bu balaca şəhərin küçələrində adamlar həmişə təmiz görmüşdülər. Bu şəhərdə Qulunun mahnısını da bilənlər, eşidənlər yəqin ki vardı. Ancaq kimin ağlına gələrdi ki, o mahnı da Qulu öz adı, ürəyi maşını kimi təmiz saxlayır. Bunu Qulunun heç özü də bilmirdi. Qulu bircə şey bilirdi. Bilirdi ki, ürəyinə yatmayan adamların yanında oxumağı gəlmir. İstər adicə yol yoldaşı olsun, istər lap öz müdiri Xozeyni olsun. Bir adam ki, könlünə yatmadı, lap özünü bərkə salıb oxuyanda da Qulu pis oxuyurdu. Elə oxuyurdu ki, öz səsindən özünü zəhləsi gedirdi. Lap elə Fərzəliyevi götürək Qulunun keçən müdirini. Tam 4 il yarım Qulu onun üçün maşın sürdü, motor qızdırdı. Ancaq bu 4 il yarımda Qulu bir dəfə də o adama ürək qızdıra bilmədi. O adamın yanında Qulu bir dəfə də ürəkdən oxuya bilmədi. Axırda da aşkar oldu ki, zalım oğlu heç adam da deyilmiş. Əli əyrinin rüşvətxorun biriymiş. Qovdular, rədd olub getdi və bunu eşidəndə Qulu zərrə qədər də təəccüblənmədi. Çünki Qulunun ürək qızdırmadığı adamların aqibəti müdam belə olmuşdu. Qulu onu da bilirdi ki, dünyada yaxşı adamlar pis adamlardan çoxdur. Təzə müdir gəldi, Qulunun bu fikrini təsdiq elədi. Təzə müdir işdən haqsız götürülmüş adamları işə qaytardı. İdarə üçün alınıb müavinin, katibənin, kadrlar şöbəsi rəisinin evinə daşınmış şeyləri idarəyə qaytardı. Bir də Qulunun ürəkdən gələn mahnısını. Ürəyin lap dərinliyindən gələn o yanıqlı mahnını da təzə müdir Qulunun özünə qaytardı və dünyada Quludan başqa heç kəsin bundan xəbəri olmadı. Bu şəhərdə Quludan başqa heç kəsin xəbəri yox idi ki, düz arxıdan Kotan arxınaca nə qədər yoldur. Heç kəs bilmirdi ki, özünü şoferlik sənətini Qulu məhz bu yolda başlayıb. Birləşib bir kolxoz olmuş bu iki kəndin arasında dağlar, dərələr vardı. Dağlarda sıldır-sıldır qayalar, dərələrdə şırıl-şırıl bulaqlar vardı. Öz mahnısını hər dəfə oxuyanda Qulu o dağları, dərələri qarış-qarış görürdü. Haçansa yol üstündə qatarlanmış bir dəstə qız Qulunun gözü qabağına gəlirdi. Oxuyub coşduqca Qulu o dəstənin içindən kimisə çağırdığını və necə naləli bir səslə çağırdığını hiss eləmirdi. Belə vaxtlarda o bircə şeyi hiss eləyirdi. Hiss eləyirdi ki, oxuyur. Hiss eləyirdi ki, dünya genişdir, yaşamaq gözəldir. Bu dünyadan öz payına düşən xoşbəxtliyin tam ləzzətini də Qulu yalnız yaxşı müdirlə işləyəndə hiss eləyə bilirdi. Buraya hər şeydən əvvəl bir ləyən su daxil idi. İsti su, ayaq dincəldən, can dincəldən. Sonra bir stəkan pürrəngi çay, ev çayı, Sərvinazın çayı. Sonra Sərvinazın dadlı ətirli xörəyi, sonra uşaqların məktəbdən gətirdikləri dərs qiymətləri, qızın 5-ləri, gədənin 5-ləri. Neçə illər idi ki, uşaqlar məktəbdən yalnız 5 gətirirdilər və bu 5-lər də Qulunun bu dünyadakı xoşbəxtlik payına daxil idi. Bir də hər səhər Qulunun qəzet köşkündən hamıdan qabaq bir kommunist qəzeti almağı vardı. O qəzeti axırıncı cümləsini, axırıncı sözünəcən ləzzətlə oxumağı vardı. Xüsusən son vaxtlar. Son vaxtlar qəzetdən aldığı ləzzəti Qulu bəlkə heç uşaqlarının qiymət cədvəllərindəki 5-lərdən də almırdı. Gündə bir fırıldaqçının kitabı bağlanırdı, gündə bir rüşvətxor oturduğu stuldan kəlləsi üstə yerə gəlirdi. Hətta qəzetlərin birində Qulunun keçmiş müdiri Fərzəliyevdən də xeyli yazmışdılar və neçə ay idi ki, o qəzet Qulunun cibindən düşmürdü. Və neçə ay idi ki, öz təzə müdiri ilə fırıldaqçılardan, rüşvətxorlardan söhbət eləyəndə, yaxud təzə müdir Quludan bu barədə bir şey soruşanda, Qulunun ürəyi atlanırdı, gözləri gülürdü və hər dəfə öz müdirinə Qulu komandir qabağında dayanan əskər təntənəsi ilə cavab verirdi. Kökləri kəsilir yoldaş Vəliyev, qurtarırlar.
Tört öküntüləri qalıb. Əynində ütülü pencək şalvar, boynunda rezin saplaqlı qalstuk. Qulu da belə şofer idi və dünyada belə bir şoferin də olmağına bu balaca şəhərdə heç kəs təəccüb eləmirdi. Ancaq bir gün Qulu gedib özünə bir portfel də alanda, nəinki kənar cəmaatın, hətta öz arvadı Sərvinazın da təəccübdən ağzı açla qaldı. Özünün haçansa məktəbdə ən birinci şagird olmağını Qulu arvadına əlbəttə danışmışdı. Əgər müharibə başlanmasaydı, Qulunun oxuyub böyük, çox böyük bir adam olacağına şübhə eləməyə də arvadın heç bir əsası yox idi. Ancaq bir gün əri portfel əlində içəri girəndə, haçansa, hansı məktəbdəsə Qulunun 5 qiymətlə oxuduğunu Sərvinaz ağlına gətirmədi. Qulu da portfel barədə arvadına heç bir söz demədi, çünki bunu demək çətin idi. Müdür aldı, mən də aldım. Aparıb Vəliyev idarəyə qoydum. Sonra qayıdıb aldım. Ona görə aldım ki, gördüm almaya bilmirəm. Ona görə aldım ki, gördüm almasam olmayacaq. Almasam ürəyim partlayacaq. Bunların hamısını Qulu yol uzunu ürəyində dedi. Ancaq evdə demədi. Deməyi lazım bilmədi. Portfeli səlqə ilə açdı, ehmalca açdı. Bir ovuc konfet çıxarıb, təntənə ilə Sərvinaz tərəfə uzatdı. Sərvinaz sevindi, gülümsədi. Ancaq konfetə görə sevinmədi. Konfetə görə gülümsəmədi. Qulunun hər gün cibindən çıxardığı bir şeyi o gün portfeldən çıxarmağına gülümsədi. O gündən uşaqların konfet payı cibdə gəlmədi, portfeldə gəldi. Bir də bir qəzet, kommunist qəzeti. Qulunun portfeli o gündə yanındaydı. Qəzet də portfelin içində idi. Konfet də alınmışdı, düz 6 ədəd. 6 ədəd düz 40 qəpik eləyirdi. İkisi Sərvinaz üçün idi, 4-ü uşaqlar üçün. Yaz günü idi, qəşəng gün idi. Həm də axşam çağı, işin axırı Qulu öz müdirini savxozlar idarəsinə aparırdı və buradan qayıdandan sonra müdiri evə qoyub, özünün də evə gedəcəyini bildiyinə görə Qulunun kefi sazdan da biraz yuxarı idi. Heç onun ağlına da gəlmirdi ki, məhz bu gün nəsə olacaq, məhz bu gün nəsə dəhşətli bir əhvalat baş verəcək və axırı yaxşı qurtarsa da, bu əhvalatı Qulu ömrü boyu unuda bilməyəcək. Ancaq əhvalat baş verdi. Həm də yolda yox, evdə. Həm də özgə evində yox, öz evində. Sərvinazın gözü qabağında o dəhşətli əhvalat baş verdi. Möcüzə idi, xalis möcüzə, görünməmiş möcüzə. Qulunun portfelin içində nə konfet, nə qəzet vardı. Yerində pul, dəstə-dəstə, bütün pul. Qulu heç vaxt bu qədər pul görməmişdi. Əvvəlcə portfelin ağzını bərk-bərk yumdu, elə bil orada ilan qıvrılmışdı. Bu saat çıxacaqdı. Qulunu gözündən çalacaqdı. Sonra gördü ki, qüvvəsi tükənir, dizləri bükülür, böyründəki çarpayı oturdu. Ancaq portfeli də əlindən yerə qoymadı. Qulu başını itirmişdi. Bu portfel doğrudanmı Vəliyevin portfeli idi? Savxozlar idarəsindən qayıdıb evinə gedəndə müdir doğrudanmı öz portfelini Qulunun portfeli ilə səhv salmışdı. Görəsən maşına oturanda Vəliyevin əlində portfel vardımı? Yox idisə bəs bu portfel hardan idi? Suallar Qulunun beynini deşirdi, ancaq beyin daşa dönmüşdü, dəmirə dönmüşdü. Beyin işləmirdi. Telefon zəng elədi. Sərvinaz dəstəyi götürmək istədi, ancaq Qulu aman vermədi. Özünü portfellə bircə telefonun üstünə saldı və uzun müddət telefon Qulunun portfelinin altında zəng vurdu. Telefon taxçada idi və Qulunun tən yarısı taxçaya sərili qalmışdı. O böyründə qupquru qurumuş Sərvinazı görmürdü. Ancaq bilirdi ki, Sərvinaz böyründədir. Bilirdi ki, Sərvinaz qorxub. Sərvinaz qupquru quruyub. Hətta eyni sözləri fasiləsiz təkrar eləyə-eləyə arvadını daha bərk qorxutduğunu da Qulu şübhəsiz ki, bilirdi. Dünyanın axırıdır, Sərvinaz, dünyanın axırıdır. Sərvinaz danışırdı, yalvarırdı, Qulu eşitmirdi. Ona görə ki, Qulu eşitmək hayında deyildi. Ona görə ki, telefonun səsi kəsilmirdi. Sonra telefonun səsi kəsildi. Qulu özünü bir təhər həyətə saldı, maşına saldı. Maşını bir təhər tərpədib həyətdən çıxartdı, evdən, Sərvinazdan uzaqlaşdırdı. Dikin başınacan sürdü, ancaq oradan o yana sürə bilmədi. Maşın getmirdi. Sanki bircə portfeli aparmağa motorun gücü çatmırdı və Quluya elə gəlirdi ki, ayağını bir də pedala bassa, motor bomba kimi partlayacaqdır. Üstəlik Qulunun özü də ağırlaşmışdı. Qolu qıçı tamam keymişdi, yalnız ara sıra dodaqları tərpənirdi. Dünyanın axırıdır, dünyanın axırıdır. Əgər bu da alırsa, demək dünyanın axırıdır.
Uzaqdan Sərvinazın səsi gəlirdi. Qulu, ay qulu, ay qulu. Səs get-gedə yaxınlaşırdı. Sonra qulu başqa bir səs eşitdi. Yenə onu çağırırdılar. Yenə bərkdən çağırırdılar. Səs yenə də tanış səs idi. Ancaq kimin səsi idi? Qulu ayıra bilmədi. O vaxtacan ayıra bilmədi ki, motor səsə gəldi, maşın tərpəndi və diki qalxıb, çağıran adamın üzünü görəndən sonra qulu o adamın kim olduğunu da ayırt eləyə bildi. Əbiş idi, savxozlar idarəsinin kassiri. Qulu, qulu deyib öküz təki böyürürdü. Maşının üstünə gəlirdi. Qulu, portfel, portfel. Əbişin təri dabanından çıxırdı. Baş açıq, yaxa açıq. Ancaq onun qışqıra-qışqıra, böyrə-böyrə dediyi yeganə söz 5 addımdan quluya yetişmirdi. Portfel, portfel, portfel. Əbiş özünü yetirib hələ dayanmamış maşının qabaq tərəfini 2 əlli qamarladı. Bədəninin az qala tən yarısını maşının açıq pəncərəsindən içəri soxub, bərk-bərk portfeldən yapışdı və onu qulunun böyür tərəfinə götürüb, açıb içindəki pulları görüb, portfeli bağrına basandan sonra özünə gəldi. Sənin bu Vəliyevin lap Əhmədi biqəm imiş ki, dedi. Portfeli götürüb çıxıb aradan 300 adamın maaşını bankdan alıb gətirmişəm ki, indi gəlib cəmaata pul paylayacam. Rəisi yanında qoyub. 3 dəqiqəliyə su başına getmişəm. Gəlib görürəm portfel yerindədir. Götürürəm portfeli. Görürəm yüngüldür. Açıb baxıram bir ruçkadır, bir də bir sınıq baş darağı. Az qal ölmüşdüm. Qulu, and olsun Allahın birliyinə. Bu zəhrimarı götürüb gedəndə adam bir baxmaz ki, görsün ağırdır yoxsa yüngüldür. Rəis də hırıldayır böyrümdə. Bilir axı, bilir ki, əhvalat nə yerdədir. Cummuşam Vəliyevin başına. Deyirəm, ay kişi, portfelləri səhv götürmüsən. Mənim portfelimdə pul var. Deyirəm, 300 adamın maaşı. Portfeli gedib gətirir. Açıb baxıram, pul nə gəzir? Bir qəzetdir, 6 konfet. Bir də sənin sağlığın. Az qala başıma hava gəlmişdi. Qulu, and olsun Allahın birliyinə. Sonra ağlıma gəlib ki, bu portfeldən biri də səndə var. Axı, hardan biləsən ki, bu Əhmədi biqəm zalim oğlunun maşından düşəndə də huşu başında olmayıb. Mənimkini qoyub maşında, səninkini götürüb gedib. Əbiş olmalı, professor ol, kosmonavt ol, belə şey kimin ağlına gələr? Fasiləsiz üydüb tökə-tökə Əbiş izin almadan, rüsxət istəmədən maşına dürtüldü. Çünki izinsiz, rüsxətsiz də məsələ aydın idi. Qulu Əbişi aparmalı idi. Aparıb savxozlar idarəsinə qoymalı idi. O ayağını qaza bastı, maşın quş kimi uçdu. Və yol boyu Qulu Əbişə heç nə demədi. Qulu danışmadı, oxudu. Öz köhnə mahnısını həzin-həzin, yanıqlı-yanıqlı, ürəkdən gələn səslə oxudu. Düz arxından kötan arxa xeyli uzun yoldur, yaralı ceyran. Ya dərdimə bir çarə qıl, ya da məni öldür, yaralı ceyran.